Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi və Amerika Beynəlxalq Təhsil Şurasının birgə təşkilatçılığı ilə Education USA təhsil sərgisi keçirilib. Tədbirdə bildirilib ki, Amerika universitetlərində təhsil alan Azərbaycanlı tələbələrin sayı artmaqda davam edir. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi və Amerika Beynəlxalq Təhsil Şurasının bugün birgə təşkil etdikləri Education USA sərgisində bu ölkənin 30-dan çox təhsil ocağı təmsil olunub. Səfirliyin konsulluq əməkdaşları da tədbirdə iştirak edən sərgiyə gələnlərə tələbə vizaları barədə geniş məlumat veriblər. Həmçinin sərgidə təşkil olunan stendlərdə Amerika universitetlərinin Azərbaycanlı məzunları və səfirliyin nümayəndələri elm və incəsənətdən tutmuş biznes və siyasətə qədər müxtəlif sahələrdə bu ölkədə təhsil almaq imkanları, eləcə də mübadilə proqramları barədə təcrübə və məlumatlarını bölüşüblər. Tədbirdə çıxış edən Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hugo Guevara ölkəsinin təhsil imkanlarından danışaraq ali təhsil üçün planlaşdırmanın həm həyəcan verici, həm də zəhmət tələb edən proses olduğunu söyləyib. O qeyd edib ki, ölkəsində təhsil alan Azərbaycanlı tələbələr həm də mədəniyyət səfiri rolunu oynayır. Bizi o vaxt sevindirir ki, Amerika Birləşmiş Ştatları dünyanın hər tərəfindən təhsil üçün tələbələrin seçdiyi bir ölkə olaraq qalır. Ötən il 1,1 milyondan çox xarici tələbə Amerika universitetlərində təhsil alıb. Onların arasında 1100 nəfərdən çoxu Azərbaycandan olub ki, bu da əvvəlki illə müqayisədə 25% çoxdur. Bugün burada təxminən 70 nəfər Amerika Birləşmiş Ştatları universitetlərinin Azərbaycanlı məzun nümayəndələri və eyni zamanda Birləşmiş Ştatların Bakıdakı səfirliyindən olan bəzi Amerikalı həmkarlarımız tələbələrə və onların valideynlərinə qəbul prosesi, Birləşmiş Ştatlarda olan müxtəlif proqramlar, həmçinin Amerikanın təhsil ocaqları ilə necə ən yaxşı şəkildə əlaqə qura biləcəkləri barədə məlumat verirlər. Qeyd edək ki, sərgidə bakalavriat, magistratura və mübadilə proqramlarda daxil olmaqla Birləşmiş Ştatlarda təhsil almaq istəyən orta məktəb şagirdləri, tələbə və valideynlərə bu ölkənin təhsil ocaqları və onların təqdim etdikləri imkanlar haqqında ətraflı və geniş məlumat verilib. Rövşən Əliyev, Diana Cəlali, Space xəbər.